Aysan, bir araba, kızın arabasına bak kızın arabasına. Sami, 10 kiloda arıqlasan. Arıqla. Arıqlayın? Lazımdır arıq. Ne oldu deydin arıqlamadı, elə yaxşıdır. Balıq ətli, zat. Məni Türkə verib kökəlmirsən, məni balıq ətli eləmirsən, indi arıqla. Balıq ətli. Balıq ətli deyəndə ki, elə bir balıq ətlisən, amma elə bir yüngül bir balinaya yaxınsan. Balina balıq, elə bir sınıxmış balina da, bir arıqlamış balina. Ay Allah, indi də deyir ki arıqla. Elə oldu hə Samir? Elə oldu, balina hə? Samir, balina. Sınıxmış balina. Sınıxmış balina. Yəni lap xəstələnmiş bir balina var. Allah uzaq eləsin. Arıq balina. Həmiz o həkim deyir hələ gəlməyən balina var, o balina. Yəni o gedər ayağında. Yox Samir. Sən deyə bilərsən dünyanın ən gözəl qızları kimlərdir? Dünyanın ən gözəl qızları Azərbaycan qızlar. Sonra Azərbaycan birinci yerdə. Yox, birinci yer İtalyan qızlardır mən elə gəlir. Çünki onlar estetik şeyləməyiblər də hələ. Yaxşı qaldı. Sonra biz Azərbaycan qızları. Ukrayna qızları. Bu neçəyə çəkmirsən Aysan? Kişilərdən də şeylərdir, nədir? İtalyan kişiləri deyirlər, oğlanları deyirlər. Dünya ən yaraşıqlı Rafiqəmi deyir ki, mənə deyir ki, sən deyir İtalyanlara oxşursan. İtalyan mafyozlarına. Oğlanlara oxşursan. Biraz yüngül ildırım vurmuş İtalyan oğlanlarına oxşursan. Bəs mənə balina deyəndə yaxşı. İldırım vurmuş İtalyan. Qorundan qışına var. Kamazın altında kalmış İtalyan. Bəs mənə balina deyəndə yaxşıydı. Sınıxmış balina dedi. Mən də deyirəm ki, yıldırım vurmuş. İtalyan. Ne deyirəm? Bir şey deyirəm. Tırın kamazın üstündən 10 dəfə geçmiş İtalyan oğlan. Bəs İtalyanıma bax mənim. Zarafat deyirəm aşkım. Allah haqqı. İtalyan mafyozları sənin yanında gəlir. Deyirəm aşkım. Arada o kondisioneri qoş. Sağ olasın. Ayaqsın.